Yeniyetmələr arasında Avropa Judo Çempionatı, Gran Canaria, ölkəmizi təmsil edən Fərid Rzazadə və erməni rəqibi Armen Mativosyan qarşı-qarşıya. Görüşün ilk saniyələri, gərgin mübarizə artıq başlamışdı. Və hər iki güləşçi fəndə girirlər hakimlər rəqibə Yuko xalı verir. Bu an Fəridin düşünmək belə istəmədiyi an idi. Buna baxmayaraq, Fərid sona qədər əsl döyüş nümayiş etdirməlidir, öz güləşini göstərməlidir. Baş məşqçi Emin İskəndərov Fəridə öz tapşırıqlarını verir. Çünki Emin müəllim, yeniyetmə bir judoçunun o an tatamidə nələr hiss etdiyini çox yaxşı bilir. Güləş davam edir. Emin müəllim Yuko xalına kəskin etirazını bildirir. Hakimlər heyəti təkrar görüntülərə baxır. Və ədalət bərpa olunur. Xal Fəridə verilməlidir. Elə də olur. Artıq Fərid öndədir. Amma bu yetərli deyil. Fərid tam nəzarəti ələ almaq üçün mütəmadi hücumlar edir. Rəqibi sıxışdırır. Bu yaşda belə bir gərgin döyüşə çıxmaq Fərid üçün bəlkə də Olimpiya çempionu olmaq qədər həyəcanlı və məsuliyyətlidir. Dostlar, şərhlərdə yazın. Bu mövzuda videolar xoşunuza gəlirmi? Əgər yaxşı aktivlik, bəyənmə və baxış görsəm, bu cür icmallara davam edəcəm. Çünki burada çox maraqlı hadisələr baş verir. Üstəlik, bu 18 yaşadakı idmançıların ən əsas kitə yarışıdır. Onları indidən izləmək lazımdır ki, illər sonra böyük təbliğat turnirlərində görəndə hansı yollardan keçdiklərini bilək. Və son saniyələr Fərid möhtəşəm bir Kouchigari fəndi icra edir. Daha bir xal və bu artıq son deməkdir. Qələbə bizimdir. Təbriklər Fərid. Əsl Azərbaycanlı kimi döyüşdü. Azərbaycan xalqı səninlə fəxr edir.